Qardaş, kiməsə namaz qılmağı öyrədirsən. Bu adam hər dəfə namaz qıldıqca sən savab qazanacaqsan. Yatmısan, dincəlirsən, işdən gəlmisən, yorulmusan. Kiminsə hidayətinə səbəb olmusan, o da qalxıb 2 rükət namaz qılır. 2 rükət. Vallahi o 2 rükət namaz qılmaqla sən də o da savab qazanırsınız və heç birin savabından da bir şey əskilməz. O hər dəfə namaz qıldıqca sən savab qazanırsan. Bu da sənə səbəbdir, motivasiya verir ki, sən insanları dəvət edəsən. Deməli, kiminsə hər hansı bir salih əmələ müvəffəq olmasına sən səbəb olmusansa, biləsən ki, vallahi ancaq savab qazanacaqsan. Günahlarından da sənə günah yazılmaz. Görürsən, Allah Taala adildir. Deməli, hədisdə də keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Kim bir doğru yola yönəldərsə, bu doğru yola tabi olanların savabı qədər ona da savab vardır və heç birinin savabından bir şey əskilməz. Nəsə xeyir öyrətmirsən, o xeyrə əməl edir. O əməl etdikcə sən savab qazanacaqsan. Bu məgər motivasiya deyilmi, qardaş? Hərissən ki, kimsə sənin səbəbinlə bir salih əməl öyrənsin və o salih əməl işlədikcə sən savab qazanacaqsan.